Salam, mən Abdullayev Rauf. Hal-hazırda Barason Tədris Mərkəzində Milli Mühasib sertifikatı üzrə təlimlərdə iştirak edirəm. Bu təlimlərə qoşulmağın məqsədi, mən orta ixtisas təhsilimi Subakov təhsilini almışam və hal-hazırda universitet təhsilimi alıram maliyyə sahəsi üzrə və öz ixtisasım üzrə daha da təkmilləşdirmək üçün sosial şəbəkələr üzərindən axtarış etdim və maliyyə sahəsində öz sözünü demiş Barason Tədris Mərkəzinə yazıldım. Burada seçim etməyimin məqsədi, birinci konsultasiyada oldum, mən sınaq dərsində iştirak etdim və çox ürəkaçan oldu. Nəyə görə Barason? Barasonda keçirilən dərslər çox yüksək səviyyədədir, dərs vəsaitləri ilə təmin olunursunuz və müəllimlərin praktiki bacarıqları üzərindən tələbələrə keçirilən dərslər daha da maliyyə sahəsini mənimsəməyə kömək edir. Barason Tədris Mərkəzinin rəhbərliyinə, Barason ailəsinə öz dərin minnətdarlığımı bildirirəm. Nəyə görədir bu? Mən konsultasiyada olduğum zaman ümumi olaraq təhsilim haqqında, bacarıqlarım haqqında və işim haqqında suallar verildi və mən Vətən müharibəsi iştirakçısıyam. Bu nöqteyi nəzərində onlar yanaşaraq mənə müəyyən güzəştli olacağını bildirdilər və 2 gün sonra cavab verildi ki, 100% ödənişsiz mən təlimlərə qoşulub iştirak edəcəm. Barason rəhbərliyinin şəhid ailə üzvlərinə və qazilərə göstərdiyi bu diqqət və qayğıya görə öz minnətdarlığımı bildirirəm. Mən maliyyə sahəsində özünü inkişaf etdirmək istəyən hər bir kəsə Barason Tədris Mərkəzini məsləhət görürəm.